saçlarını abartırsan benim, senden Allah'a şikayet etmişim. Ben haçan eşke hayal etkilemişim, sen öz canını emanet eylemişim. Sarı saçlarını abartırsan benim, senden Allah'a şikayet eylemişim. Ben haçan eşke hayal etkilemişim, sen öz canını emanet eylemişim. Sarı saçlarını abartırsan benim, senden Allah'a şikayet eylemişim. Ne istəyirsiniz yazın. Bu xanıma yazmayın. Bu xanıma en qədər yazmışsınız. Bu xanım öz keyfindədir. Öz dünyası var. Arxası açıq, yupçkası qısa, altdan nə bilim qara, göy, qırmızı xal-xal tumuş geyinib. Öz dünyası var. Amma imkanınız varsa restoran sahiblərini söyün. Bəzilərini. Çoxlar Dirhəcə getmişəm, Məşədə getmişəm, Kərbalaya getmişəm. Çoxları bir xeyriyyətçiyəm, çörək verənəm, duzlu çörək verənəm, südlü çörək verənəm. Onları etməyin. Hörmətli bəzi restoran sahibləri. Elə siz əxlaqsızlığı, fahişəliyi təbliğ etməyin. Bu insanlara kifayət edir. Niyə biriniz demirsiniz ki, laf inzibatçı olsun. Nə bilim, orada ansamblın rəhbəri var. Biriniz niyə görə deyə bilmirsiniz ki, ay xanımlar, elə bütün xanımlar bu vəziyyətdir. Oxuyanların 99%. Niyə görə demirsiniz ki, bu nə geyimdir? Niyə demirsiniz? Restoran sahibləri, bəziləri fahişəliklə çörək yemək olmaz. Kişi kimi çörək yiyin. Hörmətli restoran sahibləri, bəziləri kişi kimi çörək yiyin. Fahişəliklə çörək yeməyin.